Digər birinə deyirlər ki, sən la ilahə illallah kəlməsini söylə. Həmin insan tacir olur və ölüm ayağında deyir ki, filan mal ucuzdur, filan müştəri yaxşı müştəridir. Yəni ölüm ayağında bu insan malın ucuzluğundan, keyfiyyətindən, bahaçılığından danışır. Müştərinin yaxşı insan olub olmamasından danışır. Təsəvvür edin. Yəni insan ölüm ayağında nəyə ehtiyacı olur? Xeyir əmələ, savaba, sabitliyə. Bu isə təsəvvür edin, ticarətlə məşğul olur. Çünki həyatını ticarətə sərf etmiş insandır. Ancaq ticarət edən bir insandır. Ancaq vaxtını ticarətə sərf edib. Allaha vaxtını sərf eləməyib. Allahın əmrlərini yaddan çıxardıb, Allahın qadağalarını yaddan çıxardıb və sonunda da, ölüm ayağında da ticarəti xatırlayır.